Olar yəni siz seans edin, baxaq görək burada nə çıxacaq bizdə. Burada Bu qorxu ilə bağlıdır. bəli. Burada belə deyim, məxfi tutulsun deyə nə hiss elədiyini de mənə, nə çıxdığını deməyə də bilərsən. Əgər istəyirsənsə amma deyə bilərsən. Əslində demək istəyirəm. Demək istəyirsən. Demək istəyirəm. Əminsən? Əminəm. Bu biraz ağrılı və ya Olsun. ağır ola bilər. Olsun. Mən istəyirəm. Çünki bunu mən bayağı bir aşmaq istəyirəm özümdə. Heç cür aşa bilmirəm. İstəyirəm ki, eləyək və Tamam. bunu burada açıq deyirəm. Bu daha çox enerji terapiyası adlanır. Burada sual-cavab yoxdur, simvol dili də yoxdur, ən pis nə olar sualı da yoxdur, heç nə yoxdur, sadəcə enerji. Okay. Tamam? O tamam. Gözünü yum. Dərin bir nəfəs al, ver. İndi ürək çakran istiqaməti var, qəlb çakran. Bax, fərz elə orada cərrahi bir yarıq açdım ruhuna. Əlində isə qara bir torba var. Çöp kloku da, çöp atırığı. Sanki əlindədir. Necə ki insan qaytaranda bir şey əyilir, qaytarır aşağı. Sanki o indi ürəyində olan bütün ağırlıqları burax tökülsün o qara torbanın içinə. Bax gör nə tökülür. Ora nə axırsa onları mənə de, zəhmət olmasa. Nə hiss eləyirsənsə onda de, nə düşünürsənsə onda de və keçirdiyin bədənində olan titreşimi də de mənə. Çünki enerjini aktivləşdirmişəm hal-hazırda. İlk öncə dayım oğlunun boğularaq öldüyünü hissi axıb getdiyini hiss elədim. Bax, bu hücrəsəl yaddaşındaydı. Səndə şok yaratmışdı bu durum. Bəli. Daha sonra övladlarımla bağlı olan qorxudur. Buraq təmizlənsin, aç. Qəlb çakra açılır olar çıxdıqca. O qara-qara gəlir özdə. Hiss eləyirsən? Bəli. Qara bir enerji kimi, görüntü kimi gəlir. Beyindən belə süzülən, süzgəc, süzülən kimi gəlir. Sonra nə görürsən, nə hiss eləyirsən? Əslində su ilə bərabər axdığını hiss eləyirəm. Su ilə bərabər. Su nə rəngdədir? Boz? Yarısı tam tünd rəngdədir, yarısı isə açıq rəngdədir. Açıq rəngdədir. Aha, buraq axsın o. Negativdir. Sonra? Sonra ata tərəfindən olan küskünlüklər var, qohumlarla bağlı. Onlar misal üçün gəldilər ağlıma. Aha. Buraq axsın hamısını, tam rahat ol. Nə vaxt ağ işıq görsən deyərsən mənə. Əslində suyun rəngi açılır. Açılır. Boşluq hiss eləyirsən içində, rahatlıq. Boşluq hiss edirəm. Su açıqdır. Tamam. İndi izin versən o bağlayım. Buna ruh əməliyyatı deyilir. Tamam. İndi bax, zehnində bir yarıq açıram, kəsirəm. Bu yəni ruhsaldır. Ruhunda edirəm, energetik, auranda. İndi ağlında olan negativləri o qara torbaya boşalt. Bax getdi. Nə axır onda de, nə hiss edirsən, nə düşünürsən, hansı emosiyaları yaşayırsan. Çatdıra bilməmək emosiyası var. Burax getsin ora, çıxdı səndən bax. Çatmaram, bacarmaram. Ay sağ ol. Hə, uğursuzluq var. Nə deyərlər? Az da olsa var. Daha sonra ata evindən bağlı olan bəzi məsələlər var. Əllərim keyir, bədənim keyir. Torbanın ağırlaşdığını hiss edirəm. Hiss eləyirsən, doldu artıq. Hə, çünki qollarım artıq götürmür. Ay sağ ol. Ağlında nə vaxt ağ işıq yansa, boşluq olsa de. Yəni açılır, rəngi açılır. Deyərəm ki, ağ işıqdır, amma yaşıl da var orada. Tamam. Şifa olsun. İndi bağlayıram həmin nüansı. İndi əlindəki torbanı bük. İzin verirsən yaradan işığına göndər. Bəli. Var olan hər şeyin yaradanına. Bu qara və ağır enerjinin göndərilməsinə niyyət edirəm, təşəkkür edirəm. Oldu. Aha, hiss elə indi o getdi. Hə, getdim. Rahatsan? Rahatım. Şifa olsun. Aç gözünü. Qollarım ağrıdı. Hiss elədin? İçində bir boşluq yarandı. Rahatlıq. Hə, içimdə işıq yarandı biraz da. Və qollarım çox pis ağrıdı. Daha
güclüləri var. Burada indi vaxt getməsin deyə qısa elətdirirəm. Normalda bunun daha bütün hücrəsəl yaddaşındakı ağırlığı çıxarırıq. Kim ki üzərində ağırlıq, belə magiya, qıtlıq, mənfi enerji, hər hansı bir şok, ölüm hadisəsi görüb onun travmasını yaşayıbsa, xüsusilə bəzi evlərdə ölü görən insanlar və ya ölüm hadisəsi görən insanlar şoka düşür. Bu şoka düşmə ərzində o anda duyğularını yaşaya bilmir. Amma hücrəsəl yaddaş onu gərgin saxlayır. Hücrələrin yaddaşı vardır və bədən başlayır əzələ gərgin qalmağa. Bu gərgin qalma real həyatda da gərgin saxlayır və qorxur. Bu adamda diksinmə, qorxma yaranır. Və bu seanslarla bütün o ölüm qorxusu, ölüdən qorxma, yas mərasimində alınan qorxular və ya biri intihar edib görmüsən və ya yanında bir cinayət işlənib görmüsən. Onlar xüsusi orqanda və ya ambulansda falan işləyirsən, belə hadisələr olur, ağırlıq çökürsə üstünə. Mütəmadi olaraq bunları öyrədirik ki, təmizlənsinlər. Murad bəy, çox sağ olun. Çox möhtəşəm.